Salam doktor. Bugün Sağ olun. əzələ və sümük sağlamlığı baxımından idman növlərini 1-10 arası sıralayacağıq. Süper. Başlayaq. Velosiped, Velosiped 6-cı sıraya aid eləmək olar. üzmə, Üzmə hər kəsin edə biləcəyi və rahat bir idman növü olduğundan biraz daha ön sıralara 4 deyə bilərik. bəs futbol doktor, Futbol müəyyən qədər travmatikdir, amma hər birimizin sevdiyi bir idman növüdür. 5 deyə bilərik. fitness, Ən sevdiyimiz aktivitə və bütün bədən çalışdığından, normal düzgün elədikdə bizim üçün ən faydalı bir idman növü olduğunu düşünürəm. Birinci sıraya qoya bilərik. pilates doktor, Pilates əsnəklik baxımından və elastiklik baxımından bizə düzgün bir form qazandırdığından pilatesi 3-cü sıraya aid eləyə bilərik. bəs güləş doktor, Milli idman növümüz güləş. Güləşi 7-ci sıraya əlavə eləyə bilərik. ağır atletika, Eşq olsun Azərbaycan Milli Ağır Atletika komandasına. Sevdiyimiz bir idman növüdür. Lakin ağırlıq baxımından biraz çətindir, amma buna baxmayaraq 8-ci sıraya əlavə eləyə bilərik. qaçış aparatı doktor, Qaçış aparatı amortizasiya baxımından qaçışdan fərqlənir. Travma açısından da müəyyən qədər risk daşıyır. Ona görə 10-cu sıraya əlavə eləyə bilərik. bəs qaçış doktor, Qaçış da müəyyən qədər çox tempolu yürüyüşü biz önəririk, amma qaçışın özü sürətli bir qaçış çox da məsləhət görmürük. 9 deyə bilərik. bəs yürüyüş, Yürüyüş hər kəsin edə biləcəyi bir aktivitədir. Buna görə 2-ci sıraya əlavə eləyə bilərik.